Oğul düşman çəpəridir. Oğul vətən əskəridir. Oğul yurt sipəridir. Belə deyib babalar. Hər vaxt oğul doğulanda doğulub belə arzu. Gün olsun əskər getsin qoy oğlun, deyilib bu. Belə igid oğullardan biri Salahlı Vüsal. Ağsulu, Ləngəvizli. Uşaqlıqdan eləyirdi belə arzunu xəyal. 1991-də göz açmışdı dünyaya. Hansı ki o illərdə vətən evladlarını çağırırdı haraya. Neçə igidlər gedirdilər davaya. Düşmən arxalı idi, geri addım atmırdı. Azərbaycanın səsi ünvanına çatmırdı. Neçə igidlər bu yolda qurban oldu. Torpaqlar oldu işğal, dönməsi güman oldu. 1994-də etdilər atəşkəsi. İllər ötüb keçsə də vətən evladlarının qulağında səsləndi daim intiqam səsi. Bu ağrı ilə böyüdü, belə boyatdı Vüsal. Elə ağlı kəsəndən, özünü tanıyandan mənfur düşmənə qarşı ürəyində, qəlbində qəzəb oyatdı Vüsal. Vaxt çatdı, vədə yetdi. Oldu 18 yaşı. Yox qəlbində qorxusu, ürəyində təlaşı. Nə zaman ki çağırıldı Vüsal hərbi xidmətə, sığmadı yerə göyə. Yubanmadan o getdi vətən borcun verməyə. Artıq gerçəkləşmişdi onun qurduğu xəyal. Ağdamla başlamışdı vətən borcun verməyə, həm də döyüş yoluna əskər Salahlı Vüsal. Bağlanan atəşkəsi düşman tez pozurdu. Sahibinə güvənib namərdcə qürrələnib aldığı torpaqları öz adına yazırdı. Bizim əskərlər də qəti çəkinmirdilər. Düşmanı məhv etməyə, vətəndən qovlamağa cilov gəmirirdilər. Edirdilər bir təhər səbir, gözləyirdilər. Ali baş komandandan əmir gözləyirdilər, xəbər gözləyirdilər. Olan hər təxribatın alırdılar önünü. Düşmanın hər məqamda kəsirdilər yönünü. Əskər yoldaşları ilə durub çiyin-çiyinə, Vüsal da döyüşürdü silah alıb əlinə. Döyüşlərdən birində igid Salahlı Vüsal bir zirvəyə ucaldı. Əl çatmaz bir zirvəyə, adın tarixə yazdı. Həm ürəklərə yazdı, vətənə qurban oldu. Vətənə qurban oldu, oldu şəhid Salahlı Vüsal.